Investors Investor şirkəti sizi salamlayır. Çərşənbə axşamı Amerikada istehlakçı inamının artması ilə bağlı gözlənilməz məlumatların açıqlanması dolar dünya birjalarının qiymətinin bahalaşmasına səbəb olub. Beləliklə 1 dollar 0.905 sentə kimi bahalaşan avron dollara nisbətən məzənnəsi Amerika sessiyasında 1 dollar 0.798 sentə kimi ucuzlaşıb. Məzənnə üzrə önəmli dəstək səviyyəsi isə 1 dollar 0.796 sentdir və qiymət bu səviyyənin altında qalarsa əlavə olaraq 1 dollar 0.730 sentə kimi də ucuzlaşa bilər. Əks təqdirdə isə qiymətin 1 dollar 0.850, 1 dollar 0.865 sentə kimi korreksiyasında şahidi ola bilərik. Enerji bazarlarında isə Avropanın Brent markalı neftin 1 barel qiyməti 52 dollara kimi dəyər qazanıb. Gələcək günlərdə isə qiymətin 50-52 dollar aralığında dalğalanacağı proqnozlaşdırılır. Eyni zamanda bugün Bakı vaxtı ilə saat 18:30-da Amerikanın neft ehtiyatları ilə bağlı önəmli məlumatlar açıqlanacaq və bu məlumatlar fonunda enerji bazarlarında ticarət aktivliyinin daha da artması gözlənilir. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.